Salam, necəsiz? Deməli, bu günləri armud mürəbbəsi edirəm və armudlar mən soyduqca qaralmasın deyə bu formada suda saxlayırıq. Bu dəymiş yeridir, bundan narahat olmayın. Suda saxlayıram ki, qaralmasın və keçirik hazırlanmasına. Və 2 kilo yarım armuda, 2 kilo yarım armuda, 2 kilo yarım pesok və 2 kilo yarım olduğu üçün 2 stəkan yarım da su əlavə edirəm. Ölçüsü də 200 millilik. Deməli, şərbətini hazırladıq, şəkər tozu əridi və armudları bu formada yerləşdiririk. Saplaqları uzundursa, saplaqlarını kəsib bir balaca eləmək kifayət edir, bəs eləyər. Çox məcburiyyət deyil ki, yekə eləyəsiniz. Bu formada atırıq içərisinə. Görün nə gözəl görünür. Sanki yolka oyuncağına oxşuyurlar. Çox gözəldirlər. Qızlar necə gözəldir. Burada hələ tam düşmür bunun gözəlliyi də. Çox qəşəngdir. Şirən içərisində armudların belə deyək, rəqsi tamam başqadır da. Adıma ləzzət eləyir. Yəni burada çəkilişdə tam yaxşı düşmür. Yəni istədiyimiz kimi, gördüyümüz kimi düşmür. Amma həyatda, yəni canlı o tamam başqa bir şeydir. Deməli, istiyə düşdü. Biraz qaynayandan sonra mən altını söndürürəm. Saat yarım qoyuram onu şirədə qalsın. Şirədə qalandan sonra saat yarım keçəndən sonra təzədən qoyuram. Orta xodda, yəni nə gur, nə zəif. Orta xodda qoyuram, bişirirəm. Suyu metalına gəlir, rahat. Yəni götürülməli vəziyyətə gəlib çatır. Bu da sonu. Siz də edin, sizə də nuş olsun, bizə də nuş olsun. Göz haqqınızı halal edin, yorum yazıb like atmağı və əsas abunə olmağı unutmursunuz. Hələlik görüşənə qədər digər videolarımızda.